Anadan gəlmə gözdən əlilliyi olan məktəbli təhsil aldığı internatda pəncərədən yıxılıb. Belə qırılıbdır. 2-ci mərtəbədən düşübdür. Hadisə 5 nömrəli Respublika Xüsusi İnternat məktəbində baş verib. Ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb. Xəzər xəbərə müraciət edən valideyn iddia edir ki, oğlu 2-ci mərtəbədə pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb. O, bu məsələdə müəllimləri ittiham edir. Diqqətsizliyə görə, müəllimlərin səhlənkarlığına görə və orada təmin olunmayıbdır uşaqların qorunması haqqında. Uşaq özünü 2-ci mərtəbədən atıb yerə. Bel sümükləri qırılıbdır. Yarım saat tənəffüs vurulur, yarım saatin ərzində bir dənə orada müəllimə orada uşağa demir ki, bala, yoxdur, müəllimə deyilən söhbətə görünmür orada kamerada. Sizə necə xəbər? Xəbər mənə müəllimələr zəng vururlar ki, uşaq yıxılıbdır, gəldim. Valideynin iddiasına görə hadisəyə səbəb uşaqlar arasında narazılıq olub. Müəllim orada gözdən əlil müəllimdir, sözünü açığı verir, şagirdə şagird qiymət yazır. Şagird də bunun sinif yoldaşıdır. O birisine 5 yazır, bu birisine 5 yazır, buna gəlinə deyəsə 2 yazır. Bu da əsəbləşib, özü ağıllı uşaqdır, şuuru yerindədir. Gözdə əlildə olsa, yəni şuuru cavabı yerindədir. Uşağa götürüb 2 yazırdı. Uşaq da əsəbləşib çıxıb yuxarı mərtəbəyə. Çıxıb yuxarı mərtəbə, pəncərə açıqdır. Düşür yerə, qalxır orada. Asim Seyidov deyir ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika Xüsusi İnternat məktəbinin 1-ci mərtəbəsindəki pəncərələrdə məhəccərlər olsa da, 2-ci mərtəbədə bu məsələ gözdən qaçıb. Bakı şəhər üzrə təhsil idarəsindən Xəzər xəbərə bildirildi ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat məktəbinin 7-ci sinif şagirdi oktyabrın 20-sində 2-ci mərtəbənin pəncərəsindən yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Eləcə də məktəbin pedaqoji şurası çağırılaraq müəllimlərlə söhbət aparılıb. Şagirdlərin təhlükəsizliyinin təmin olunmasına, diqqətin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. O da qeyd olunub ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir. O ki, qaldı məktəbin 2-ci mərtəbəsindəki pəncərələrin məhəccərlərinin olmamasına, Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları qanununa tənzimlənir. Belə ki, 2004-cü ildən etibarən təhsil müəssisələrinin binalarında, tikililərində və otaqlarında pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırılması qadağan olunub. Nigar Polad, Aydın Bayramov, Fidan Əsədli, Xəzər xəbər.